Bugünkü testimizdə nokta input sizin istəyinizlə gətirdik. Test eləmək üçün, müqayisə eləməkdən ötürü böyük 45'lik başlıqla proqramlardan hal-hazırda ən dərin proqram sayılan VLX2 proqramındadır. Düzdür, dip proqram var, amma dip proqram bir o qədər dərin deyil və ayrımı bir söz deyil. VLX2 proqramı və General proqramında da yoxlaya bilərik. Baxın, General proqramı ən stabil proqramlardan biridir. Ayarlarından 99 hissiyat. Fikir verin. Heç nəyi boğmamışıq ayarlarda. Bu tərəfdə 14 kHz. Gəlin birinci bu tezlikdə yoxlayaq, baxaq. Bu proqramda hardan nəyi tuta bilir və dərinlik nə qədərdir. Pauzaya basıb kameranı dəyişmək lazımdır. Bugünkü testimizdə dəmir, hətta bir də mineralları da istifadə edəcəyik. Başlayırıq dəmir tərkibli minerallardan. Qədim kərpiçdən, dəmirdən gördüyünüz kimi mineralla eyni səs verir. İri qara dəmir, bu General moddur. Qızıl sikkəni, 4 qramlıq qızıl sikkəni. Demək, belə bir xət keçmişik ayrım üçün. Daşın qalınlığı 17 santıdır. 17 santıdan sonra 20 santı artıqlıq görür. Bax, belə nazik səs gəlir. Düzdür, bununla demək olar ki, fərqi yoxdur, amma yenə də 20 santdan həmən qızıl sikkə, gümüş. Daşdan sonra 10 santı təxmini görə bilir. Bunu mis, təxmini daşdan sonra 35 santı. Yəni 30 ilə 40'ın arası, bax bu 35 santı. Və iri əşya. Hələ də görür, baxın. Deməli, 60 santı daşdan sonra, ümumiliklə 77 santı buna verir. Biz indi bunun proqramını dəyişib qoyacağıq həmən o dediyim dərin proqrama. Və fərqi indi görəcəyik. Qaradaş, məsələn, həmən minut. Bu yekə kərpic. Yenə də gördüyünüz kimi qara dəmir eyni səs verirlər. İri qara dəmir. Qızıl. Artıq 30'a qədər tutdu daşdan sonra. Yox, 30'a qədər yox, ortasına qədər. 20'den sonra 30'un 25 santı daşdan sonra. 42 santı elədi. Gümüş sikkə. Artıq 15-16 santı daşdan sonra da gördü. İri əşya. Təxmini 60 santı daşdan sonra. Bax, bu xətdən yadınızda saxlayın. Bu isə mis halqamız. 40 rəqəmin üstündə gedir. Yəni bu daşdan sonra 35 santıda görür hələ bunu. Hətta biraz artıq 40 santıda belə görür. Bizdə heç vaxt yalan olmayıb, ona görə nə var onu verdik. Məsələn, 42 santıda da hələ görür. 43 santı. Təxmini bu mis halqaya 60 santıya qədər verdik. İndi pauzaya basıb başqa bir cihazı qoyub müqayisə edəcəyik. Müqayisə üçün ikinci cihazımız Xterra Elite.
Müqayisə elədiyimiz mənim hal-hazırda göz palçığından da görərsiniz. Xterra Elite işlətdiyim Xterra Elite'dir. Başlığı o başlıqdan xeyli balacadır, amma ona baxmayaraq dərinliyinə fikir verəcəyik. Doğrudanmı böyük başlıq aparatların dərinliyinə çox böyük fərq edir? Başlayırıq minerallardan. Səs yoxdur. Kərpic. Səs yoxdur. Keçirik qızıla və yoxlayırıq. Eşitdiyiniz kimi baxın. Görürsünüz bu 40 santıdır. 40 burada qutarır. Daşdan sonra 40 sant. Gümüş. Hara kimi tuturunuza baxaq. Otuz yazsın biraz keçəndən sonra. Yox, baxın 30 tam bu xəttə kimi gəlir. Deməli, daşdan sonra 30 sant artıq tutdu. İri əşya. Ümidvaram buranı çəkir o. Baxın, daşdan 75 santı bu tərəfdə. Yəni hal-hazırda bu biləşiyə 92 sant fərq edib bu. Çəkdik bunda. Bu isə mis halqa. 50'nin ortasında, yəni 45 santıdır bura. Bura 50'dir. Hətta gördüyünüz kimi bunun hətta 55 santıya, təxmini 70 santı bax bu halqaya verir. Qara metalı çəkməyi unutduq deyə məcbur qara metalı göstərirəm. Yenə də daşa səs yoxdur, buna səs yoxdur gördüyünüz kimi və baxın. Qızıl sikkəni qoyuruq yenə də bu qara daşın, dəmirli daşın altına. Bunu gördük. Həmən bax bu qalın kərpicin altında yenə də saxlayırıq. Bunun özünə səs eləmir. Müqayisə üçün indi impaktı da elə yoxlayacağıq. Heç söndürmürəm. Haldan basmıram. Elə damlı görərsiniz. Bunu qoyduq qırağa. İmpaktı qoşduq. Və qoyduq yerinə yenə. Elə bayaqki proqramda necə qalıbsa, elə yaddaşındadır. Görürsünüz, qara dəmir kimi görür bunu. Və altında sikkə olarsa əgər, bu daşın altında, yerli qara dəmir kimi görür. Deyək ki, bu daşa yenə də altında qara daşın altında sikkə olarsa, yəni belə bir daşlıq, belə bir kərpiclərin altında